Qəribə Azərbaycana qayıdış 44 günlük vətən müharibəsində qazanılan qələbədən sonra əsas strateji hədəfə çevrilib. Bu ideya son zamanlar ali məktəblərin auditoriyasına da daşınıb. Qayıdış ideyasının gənclər arasında lazımi səviyyədə təbliği əsas hədəflərdəndir. Bunu ADA Universiteti və Qəribə Azərbaycan İcması Gənclər Şurasının birgə təşkilatçılığı ilə Qəribə Azərbaycan mövzusu 100 ildə adlı dəyirmi masada Qəribə Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli dedi. Gələcəkdə indiki nəsildən sonraki nəsil bu ideyanı gələcəyə daşımalıdır. Bu ideyanın həyata keçirilməsini təmin eləməlidir. Qəribə Azərbaycan İcması ilk gündən ata-baba torpaqlarımıza qayıdış uğrunda dinç yolla, ləyaqətli şəkildə və təhlükəsiz şəkildə qayıtmaq uğrunda mübarizə aparır. Bununla bağlı Ermənistan rəhbərliyinə dəfələrlə biz müraciət eləmişik, beynəlxalq təşkilatlara müraciət eləmişik. Və tələbimiz odur ki, Qəribə Azərbaycan qaçqınlarının bu təməl hüquqları təmin olunmalıdır. O həmçinin qeyd etdi ki, Ermənistan rəhbərliyindən Qəribə Azərbaycan İcmasının tələblərinə cavab, beynəlxalq təşkilatlar tərəfindən isə real addımlar yoxdur. İnsanlarımızın ata-baba yurtlarına qayıdışının təminatı yoxdur. Elə hesab edirik ki, Qəribə Azərbaycan qaçqınlarının mübarizəsini Qəribə Azərbaycan İcması bundan sonra da davam elətdirəcəkdir və bu ideya artıq bu gün bütövlükdə Azərbaycan xalqının, dünya Azərbaycanlıların ümumilli ideyasıdır və qəti mövqeyimiz budur ki, bu məsələ reallaşmalıdır. İnsanlarımız sonuncu nəfərinə qədər və tarixi torpaqlarımız olan Qəribə Azərbaycanın son qarışına dinç yolla qaydana qədər Qəribə Azərbaycan İcması bu fəaliyyətini davam elətdirəcəkdir. Çıxış edənlər gənclərdə Qəribə Azərbaycan mövzusunda keçirilən müzakirələrin onların sözügedən mövzuda daha geniş məlumat əldə etmələrində mühüm rol oynadığını vurğuladı. Qəribə Azərbaycan həqiqətlərinin çatdırılmasında universitetlərin rolunu xatırladaraq tələbələrin bu faktların dünyaya çatdırılmasında fəallıq göstərmələrinin vacibliyi önə çəkildi. Tədbirdə həmçinin Qəribə Azərbaycan televiziyasının Qəribə Azərbaycan mövzusunda hazırladığı film də nümayiş etdirildi. Ədalət naminə dəyişəcək bizim bölgədə. Azərbaycan xalqının vəziyyəti onun xeyrinə dəyişəcək. Tədbirin sonunda tələbələrin sualları cavablandırıldı.